Sizə deyim, o ayın gecəsi bir dua var, onu duanı eləyərsiniz. Ona duadır, məsələn, tutaq ki, 4-cü gün cümə axşamıdırsa, 3-cü gün axşam neyin? Bu duanı eləyərsiniz. Bu duanı Peyğəmbər eləyərmiş. İndi siz ərəbcə bilməsiniz, Azərbaycanca deyin. 4-cü gün Rəcəbdirsə, axşam, 3-cü gün axşam bu duanı eləyərsiniz. Kənən nəbi izə dəxələ Rəcəb qal. Elə ki, Rəcəb ayı daxil olsa, deyərdi, Allahümmə barik lənə fi Rəcəb və Şəban. İlahi, bu 2 ayı mənə mübarək elə. Barik. Ləhna, bu Rəcəb ayı da mənə mübarək qərar ver, Şabanı da mənə mübarək elə. Davamına deyərdi, bəlliğna Ramazan, məni Ramazana çatdır. Yəni, sən çatdırmasan, mən çatmaram ki o aya. Yəni, mənə ömür ver ki, o ayı da neyiniyim, orucdur. Bəlliğna Ramazan. Allahım, Ramazan ayına nəsib elə. Dua budur. Və o gecəni əhya saxlaya bilsöz nə gözəl. Əhya saxlaya bilsöz nə gözəl. Elə bil ki, 3-cü gecədən 4-ə keçən gecə. 3-dən 4-ə keçən gecə. Əhya saxlamaq. Əmirül-Möminin